Məsələn, müraciət edən pasientə deyirəm ki, ağır fiziki iş falan olmaz. De, doktor sizin nömrənizi verib bizə, mənlə eyni bir idmana gələn adam zalda nəticəsə çox yaxşıdır. Elə o sizi tövsiyə elədi. O mənə deyir ki, 2 həftədən sonra gəl, mən idmana edirdim, saçım da çox yaxşı çıxdı. Mən deyirəm, ola bilər, amma bu ehtimaldır da, 2%, 1% ehtimal ola bilər ki, çıxmasın. Ona görə o 1% də siz olmaq istəməz. Qaydalar ondan ötürü ki, bunları riayət etmək lazımdır. Ona görə uğurlu nəticə üçün sözsüz Deyilən ki, hər şeyə əməl eləmək həm əməl eləmək lazım, həm əməliyyat düzgün icra olunmalıdır. Yəni demək olmaz ki, burada 100% bu olacaq, 100% olacaq. Yəni sonra bir də ümumiyyətlə dünyada belə bir statistika var. 2%-dən 5%-ə qədər əgər hər şey uğurlu icra olunub, pasient qaydalara riayət edib tutmama və yaxud uğursuz nəticə alma ehtimalı var. Tibbdir. Yəni tibbdə %100 nəticə uğurlu olacaq demək bu çətin məsələdir. Bəzən bizə pasiyentlər deyir ki, doktor siz zəmanət kağızı verirsiniz. Mən deyirəm ki, tibbdə siz hardasa göstərin ki, zəmanət kağızı deyilən bir şey var. Yəni elə bir şey yoxdur. Bu orqanizmdir, orqanizmə bağlı bir haldır. Sözsüz ki, biz işimizi mükəmməl icra edirik və siz də qaydalara riayət edirsiniz. Belə olduğu halda nəticə uğurlu olacaq. Amma 1%, 2% ehtimal ola bilər. Düşünürük ki, ümid edirik ki, o 1%, 2% siz olmayacaqsınız.